Bir neçə gündür ki, Bakıda fəaliyyət göstərən maşın bazarının yaxın gələcəkdə Ağdama köçürülməsi ilə bağlı məlumatlar yayılır. Bununla bağlı müxtəlif əsaslandırmalar da gətirilir. Daha ətraflı əməkdaşımızın hazırladığı sujetdə. Bugün məsələn Qafqazda böyük bazarlardan biri Rustavidə yerləşir. Amma Ağdam ondan da daha böyük bir bazar ola bilər. Ağdamda işğaldan öncə ölkənin ikinci ən böyük maşın bazarı fəaliyyət göstərib. Paytaxtda fəaliyyət göstərən bazarlarla yanaşı region bazarı kimi tanınan bu maşın bazarında həm avtomobillərin alqı-satqısı, həm təmiri, həm də ehtiyat hissələrinin satışı həyata keçirilib. Elə məlumatda da qeyd olunur ki, bu addım Ağdamın regional logistik mərkəzə çevrilməsi məqsədində daşıyır. Əgər bu Cənubi Qafqazda ən böyük maşın bazarlarından biri olacaq. Bundan başqa işğaldan azad olunmuş ərazilərdə yeni iqtisadi canlanma və eyni zamanda elə yeni sahibkarlıq imkanlarının yaradılması da deməkdir. Bakının Yasama rayonu ərazisində 2008-ci ildən fəaliyyət göstərən maşın bazarına üz tutduq. Burada çalışanların əksəriyyəti elə əslən Ağdam rayonundandır. Maraqlıdır. Bazarın köçəcəyi təqdirdə fəaliyyətlərini orada davam etdirəcəklər. Ola bilər, zamanla ola bilər bu ki. Bu dəqiqə məsəl üçün qəti fikir olsa, hələ ki yəqin ki heç ona hazırda deyiləyək. Orada bu bazar kimi bazar yaratmaq özü bir böyük müddət vaxt aparacaq. Əslində istəyimiz o olar ki, burada da olsun, bu iş orada da olsun. Düşünürük daha da yaxşı olar. Özüm Ağdamlı. Bura mərkəzdir, bura yaxşıdır. Oranın da öz yeri var. Ekspert Eldəniz Cəfərovun sözlərinə görə Ağdamda maşın bazarı yaradılarsa, bu infrastruktur həm regionun inkişafına, həm də Ağdamın logistik mərkəzə çevrilməsində böyük rol oynaya bilər. Yeni maşın bazarının, avtomobil mərkəzi infrastrukturun olması həm də imkan verir ki, həqiqətən də bu infrastruktur Qafqazda ən böyük bir avtomobil bazarına çevrilsin. Orada müəyyən rüsumlardan azad edilmələr həyata keçirilsin. Və Ağdama gətirilən, xaricdən gətirilən avtomobillər, elə bizim öz istehsalımız olan avtomobillər də artıq təkrar ixrac kimi, reeksport kimi Ağdamdan birbaşa müəyyən rüsumlardan azad olma ilə başqa ölkələrə də ixrac olunsun. Ekspert paytaxtda fəaliyyət göstərən maşın bazarının bağlanması və köçürülməsinin mümkünsüzlüyünü də bildirdi. Bakının özü də böyük bir şəhərdir, çox milyonlu. Burada da mərkəzdir, burada da maşın bazarına da ehtiyac var, ehtiyat hissələrin satışına da ehtiyac var. Və həm də Ağdamın özündə yeni bir infrastrukturun yaradılması düşünürəm ki, indi çətinlik yaratmaz və buna elə böyük ehtiyac da var, çox yaxşı olar. Yəni iqtisadi artıma da dəstək olar, Ağdamda məskunlaşmanın özünə də çox böyük bir dəstək olar. Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa, tikinti və idarəetmə xidmətindən Space xəbərə verilən məlumata görə Ağdamda maşın bazarının köçürüləcəyi ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur. Məlumat üçün bildirək ki, bu ilin sonuna qədər Ağdam şəhərinə ilk köç nəzərdə tutulur. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.